Dəccal X açılımıdır. Belə deyim, bir cavanlıq səhv eləmsən. Çox vaxt şəxsi baxımlarda bu suallar verilir və buna görə kollektiv açılım eləyirəm mən. Bəzən maraqlı mövzular olanda. Neysə, bir stayanka etinə, bir çöl etinə şans vermişdin, cavanlıq səhvidir, hər nə edirsə, ağlın qaçmışdı, hər nə edirsə şans vermişdin münasibətə və o münasibət sənin üçün böyük bir drama, tragediya olub, ayrılıq səbəbi, ya xəyanətdən, hər nədirsə ayrılmısan və indi sənə çox maraqlıdır o insan. Xoşbəxtdirmi? Səni düşünürmü? Sənə qayıtmaq istəyirmi? Və ən çox belə deyim də, ən ufaq suallardan biri də budur ki, bəs o insan başqası ilə ümumiyyətlə ailə quracaqmı? Münasibəti alınacaqmı? Bu maraqlıdır sənə. Gəl baxaq. Əslində ondan maraqlanmaq lazım deyil, amma açırıq da, kartlar əlimizdədir. Gəl baxaq. Ümumiyyətlə fikrindəki o insan hansı enerjidədir özü? Yəni ona hansısa bir heyvan adı da vermək istəmirəm. Çünki heyvanlara hörmətsizlik olar. Yenə baxaq. Fikrindəki o insan hazırda hansı enerjidədir? Oy, mən sənə bir şey deyim ki, bu qımışır bu dəqiqə. Bu yenə də, belə deyim də, münasibət qurmağa çalışır. Münasibət enerjisi açıqdır. Kiminsə başını qatmaq istəyir, kiməsə addımlar atır. Burada 2 nəfərə addımlar var. Yəni, özü üçün münasibətlər qurur və ayrıldığınızdan bəri də zaten kimlərlənsə münasibət qurubsa da, belə deyim də, uzun bir zamanda ayrılmısansa. Yəni, qrup pozulub. Yəni, normal daşı daş üstünə qoya bilən biri deyil. Onu sənə deyim ki, prosta həyatını belə boş ümidlərlə keçirən biridir. Tamam. Hazırda, ümumiyyətlə, özü belə deyim, hansı enerjidədir? Yenə də baxaq, öz enerjisinə baxaq. Çətinliklərlə qarşılaşır həyatında, maddiyyat çətinliklərindən, əlində olanlar əlindən getməklə bu dəqiqə məşğuldur. Və yenə də burada, belə deyim də, bunun həyatında buna məsləhət verən bir qadın var. Yaşı çoxdur, bu ana enerjisi çıxır, xala enerjisi çıxır. Yəni, ana kimi gördüyü bir enerji çıxır da, belə deyim sənə. Məsləhət aldığı bir insan var, onunla oturub baş-başa deyirlər ki, mən niyə bugündəyəm? Neysə, okey, gəl buna baxaq. Problemi, narahatçılığı nə ilə əlaqədardır? Narahatçılığı bilirsən nə ilə əlaqədardır? Bu, belə deyim də, bu %100 evli insana baxırsınızsa o deyil, bu insan subay biridir. Və bu insan narahatçılığı odur ki, niyə heç kim məni saymır, niyə heç kimdən doğru dürüst bir ailə qurmaq alınmır? Bax, belə bir şey var, yəni ailə enerjisi alınmayan bir insanla əlaqədardır. Yəni evlilər üçün düşünürsünüzsə o deyil. Okey, gəl baxaq. Hazırki zamanda həyatında münasibətdə olduğu, ilişkidə olduğu kimsə varmı? Gəl baxaq. Ümumiyyətlə, hazırki zamanda onun yəni, bu həm qadınlar üçündür, baxım, həm kişilər üçündür. Xanım özünə çevirsin, kişilər də özlərinə çevirsinlər. Yəni, konkret ona görə demirəm, həyatında bir qadın varmı və ya həyatında kişi varmı? Gəl baxaq, hazırda həyatında münasibətdə olduğu biri varmı? Varmı ilişkisi? Yox, bunun bu yaxın zamanlarda planı pozulubdur. Yenə də planı pozulubdur. Çünki xəyanət olubdur. Xəyanətlə üzləşibdir deyim. Çünki bunun biri ilə münasibəti olubdur və o münasibətdə pozulubdur. Belə deyim sənə, xəyanət bunun tərəfindən olub. Baxıram, münasibət kim tərəfindən pozulub? Münasibət kim tərəfindən pozulub? Münasibət kişi tərəfindən pozulubdur. Yəni, sən bunu izləyən qadındırsa, kişi üçün baxırsansa, münasibət özü tərəfindən pozulubdur, ürək qırıqlığı olubdur, demək ki, xəyanətə uğrayan odur. Qadın üçün baxırsansa, bunu izləyən kişidirsə, qadın üçün baxırsa, yenə də münasibət kişi tərəfindən pozulubdur. Okey, gəl baxaq. Ümumiyyətlə, hazırda maddi durumu necədir? Yəni, çoxu deyir ki, nə bilim, sürünsün, rəzil olsun, gəl baxaq. Hazırki zamanda işi, maddi durumu necədir? Maddi durumu bilirsən necədir? Bu insan, belə deyim də, maddi durumu pis deyil.
Amma bu insan harda işləyirsə, işdə də bu hansısa bir fırıldaqlar mı eləyir, hansısa bir yalanlar mı eləyir, nədirsə, yəni hətta tutaq ki, fırıldaq yalan eləməsə də bu işdə də bir ibinə xarakterli bir insandır. Məsələn, özündən kimsə yüksəyi görəndə onu fitnə fəsadla aradan qaldırmaq, yəni belə deyim də, şeytani rəqabət aparan bir insandır bu. Liboy yerdə, iş strukturunda da şeytani rəqabət aparan, fitnə fəsad dolu bir insandır, mən sənə deyim. Maddi durumu necədir? Maddi durumu necədir bu insanın? Maddi durumu. Maddi durumu əslində stabildir bu dəqiqə. Çünki yenə deyirəm, bu insan belə deyim də, haqsız rəqabət aparan bir insandır. Maddi durumu pis deyil. Okey, bəs işində gedişat necə olacaq onun? İşində gedişat necə olacaq? Hazırki işində gedişat necə olacaq? Hazırki işində böyük bir zərbə alacaq. Mən sənə deyim ki, pulla əlaqədar böyük bir uduzma var və həmçinin əgər bu işində, vəzifəsində yüksəliş düşünürsə, elə yüksəlişə bir addımda bunu işdən təpi vurub çıxardacaqlar. Yəni, iş həyatı bunun uçuruma gedir. Okey, gəl buna baxaq. Sənlə əlaqədar hazırki zamanda ümumiyyətlə səni düşünürmü? Səni düşünürmü hazırki zamanda? Səni düşünürmü? Səni fikirləşirmi? Bəli, ara sıra ağlına gəlirsən, ara sıra yadına gəlirsən. Hətta olubdur ki, bəlkə də səni addımda atıbdır və ya atmağı düşünür dolayısı yolla. Yəni, olubdur. Burada bəzilərinizdə bir dəfə hansısa addım atıbdır, addımı boşa gedibdir bu insanın. Çünki düşünür səni və hələ də səni qaytarmaq istəyir. Okey, gəl buna baxaq. Niyə səni qaytarmaq istəyir? O addım atanlarla əlaqədardır. Səni niyə qaytarmaq istəyir? Səni niyə qaytarmaq istəyir? Yəni, bunun səni qaytarmağının sadəcə bilirsən nədir? Sən buna çox yaxşı gəlmirsən, sənin enerjin. Ola bilsin ki, səndən ayrılandan sonra bu alt üst olubdur, daha betər olubdur, hər nədirsə. Və yaxud da ki, sənin bunun işi ilə əlaqədar deyəcək vacib bir sözün var. Yəni, bunu qoruya bilərsən, hər nə cürsə. Buna görə, okey, gəl baxaq. Ümumiyyətlə, belə baxaq. O, sənə elədiyinə görə cəzalanacaqmı, cəzasını çəkəcəkmi, ilahi ədalət? Onun üçün təcəlli edəcəkmi? O, sənə elədiyinə görə cəzasını çəkəcəkmi? Bəli, o sənə elədiyinə görə cəzasını çəkəcək. Əgər sən düşünürsənsə ki, bu səni yarımçıq qoydu, gedib kimlənsə xoşbəxt olacaq, olmayacaq. Bir fırıldaqla, bir yalanla bu gedib kimlənsə ailə qursa da onun ailəsi olmayacaq. Yəni, mən sənə deyirəm. Çünki bunda konkret sənə elədiyinə görə alınmayan evlilik yolu var. Bağlı bir evlilik yolu var. Yəni, bunun evlilik xəyalları boşa gedəcək. Boşa. Yenə də deyirəm. Fırıldaqla, hər nə ilənsə, dolayısı yolla hansısa bir şəkildə ailə qursa da boşa gedəcək. Başa sala bilirəm. Yəni, sıxıntı, problem ayrıla da bilər, boşana da bilər. Bu qədər. Okey. Yəni, bundan sənin xəbərin olacaqmı? Onun cəzalandığından sənin xəbərin olacaqmı? Onun cəzalandığından sənin xəbərin olacaqmı? Xəbərin olacaqmı? Kimsə deyəcək sənə ondan, hardansa. Elə bil boş ötəri bir xəbər kimi gələcək də sənə. Yəni, sənin bu dəqiqə, tutaq ki, bu dəqiqə belə dəlicəsinə maraqlanırsan ki, necə olacaq? O zaman deyil. Sən bu, belə deyim də, narahatçılığı boş verəndən sonra, bəlkə də bir 9 ay içində, bəlkə də bir nə qədər vaxt içində onun xəbəri sənə çatacaq. Bəzilərinizdə də 9-cu ayda hansısa xəbər çatacaq. Okey, bu qədər. İndi başqa nəyə baxım? Heç bir şey aldım, qəbul edildim. Yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla. Yəni, məsləhət verməyə ehtiyac yoxdur da, qaydanda qəbul etmək lazımdır deyil. Bunun üçün də şəxsi baxıma müraciət edə bilərsiniz.